Cərin içində bir yalan olmasın bir 150 qram buz var. Vətəndaş mağazadan aldığı broiler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir. O bu barədə videonu Xəzər Xəbərin WhatsApp nömrəsinə göndərərək iddia edib ki, yerli istehsal olan broiler toyuğunun içərisinə buz doldurulub və çəkisi artırılıb. Nəticədə toyuğun öz real dəyərindən xeyli artıq pul ödəməli olub. Nəticədə bizim cibimizə girirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dondurulmuş ət məhsullarının xüsusilə toyuğun içərisinə buz dolduraraq satışa verilməsi birbaşa istehlakçı hüquqlarının pozulmasıdır. Dondurulmuş toyuqların içərisindən buz və yaxud naməlum maye və yaxud naməlum mayenin dondurulması ilə bağlı Azad İstehlakçılar Birliyinə illər boyunca istehlakçılardan şikayətlər daxil olur. Problem dayanmır, yenə də davam edir. Bu broiler toyuqlarının xüsusən cəmdəyin içərisinə naməlum mayeni dondurub onun çəkisini artırmaq məqsədi ilə də ola bilər. Və burada əsas məsələ mayenin mənşəyinin bəlli olunması məsələsidir. Çünki o maye elə bir maye ola bilər ki, elə bir dərman qalıqlar ola bilər ki, insanlara zərər edə bilər. Bütün hallarda bu istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Qida Təhlükəsizliyi Agentliyi malların, o cümlədən bu cür toyuqların, dondurulmuş toyuqların cəmdəklərinin yalnız təhlükəsizliyini təmin edir, lakin keyfiyyət məsələsi arxa planda qalıbdır. Ona görə də belə hallar mövcuddur və bu istehlakçı hüquqların pozulmasıdır. Eyyub Hüseynov onu da vurğulayıb ki, bu cür hallara daha çox xaricdən gətirilən dondurulmuş ət məhsullarında rast gəlinir. Ən çox xaricdən gələn məhsullarda bu müşahidə olunur. Bir də qeyd edirəm, ciddi məsələ həmin mayenin mənşəyi məsələsidir. Maye ora tək ağırlığı artırmaq üçün qoyulubdur. Yoxsa hər hansı bir məsəl üçün belə ola bilər. Xaricdən gələn toyuq cəmdəyi ola bilsin ki, onu gətirəndə soyuducular dayana bilər, elektrik kəsilə bilər və mal xarab ola bilər. Təzədən dondurulanda artıq o xarab olmasın, belə ehtimalda oluna bilər. Qida Təhlükəsizliyi Agentliyindən də bildirildi ki, bu cür hallarla qarşılaşanlar dərhal quruma məlumat versinlər. Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı təəssüflər olsun ki, bəzi satış məntəqələrində istehlakçı hüquqlarının pozulması hallarına rast gəlinir. Yayılan görüntülərdə əks olunan məsələ də bu tip hallardandır. İstehlakçılardan xahiş edirik ki, belə hallarla qarşılaşdıqda Agentliyin 1003 qaynar xəttinə və ya EQIDA mobil tətbiqi vasitəsilə bizə məlumat versinlər. Məlumat daxil olduqda dərhal planlankənar yoxlama aparılacaq, məsələ araşdırılaraq qanuna zidd əməliyyat törədənlər barəsində qanuna müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, son vaxtlarda sosial şəbəkələrdə bu kimi hallarla bağlı tez-tez paylaşımlar edilir.